Qoç, günün ilk yarısında çətin, qarışıq vəziyyət yaranarsa, soyuqqanlı, təmkinli olun. Ailə üzvləriniz və ya yaxınlarınızdan biri ilə bağlı xəbər alacaqsınız. Problemlər təcili həllini tələb edir. Kənar təsirlər, müdaxilələr sizi təbdən çıxarmamalıdır. Buğa, zəif tərəflərinizə diqqət yetirin. Xüsusi təşəbbüs göstərmək və ya riskə getmək üçün əlverişli vaxt deyil. Planlarda dəyişikliklər qaçılmazdır. Əhvalınızın qəflətən dəyişməsi heç bir səbəb olmadan mübahisənin yaranması istisna deyil. Əkizlər, ağır, xeyli qüvvət tələb edən gündür. Səmərəli nəticə istəyirsinizsə bir qədər kölgəyə çəkilin. Bununla belə proseslərin gedişindən kənarlaşmayın. İşdə rəhbərliklə təmasları minimuma indirin. Gözlənilmədən mürəkkəb tapşırıq ala bilərsiniz. Xərçəng, bələd olmadığınız işlərdə özünüzü sınağa çəkməyin. Nəyisə həddən artıq əldə etmək istəyirsinizsə ayıq-sayıq olun. Yaranan imkanları dəyərləndirin. Günün ikinci yarısında vəziyyəti dəyərləndirməmiş qərar verməyin. Şərtləri qiymətləndirəndən sonra konkret addım atın. Şir, hadisələr paradoksal məcrada inkişaf edə bilər. Prosesləri tələsdirməyin. Riskli layihələrdə iştirak etməyin. Təhlükəsiz şəraitdə qalmağa çalışın. Yaxın ətrafınızdakı insanların istəklərinə fikir verin. Qız, informasiya axınından faydalı məlumatları seçin. Ətrafınızda baş verən proseslər, tarıma çəkilmiş əsəblər fəaliyyətinizə dağıdıcı təsir etməməlidir. Bəzi hadisələri əvvəlcədən təxmin etmək üçün intuisiyanızdan yararlanın. Tərəzi, xoş xəbərlər gözlənilməsə də gününüz ümumilikdə xoş keçəcək. Yaxşı əməlləriniz mütləq qarşınıza çıxacaq. Cari işlərin axarından kənara çıxmayın. Heç nəyi mürəkkəbləşdirməyin. Əlavə tapşırıq və ya sifarişlərə aludə olmayın. Əqrəb, gözləntiləriniz həddindən artıq çoxdur. Diqqətləri cəlb etmək istəsəz də ətrafınızdakı insanlar öz işləri ilə məşğuldur. Emosional olmayın, hisslərinəsirinə çevrilməyin. Gərginlik düşünülməmiş qərara, sonradan peşmançılıq hissi yaradacaq addıma səbəb ola bilər. Oxatan, yaxınlarınıza, tərəfdaşlarınıza, həmkarlarınıza qarşı kəskin iradlarla çıxış etməyin. Dəyər verdiyiniz insanların qəlbini qırmayın. Yaranan problemlər fəaliyyətinizdə gecikmələrə, bəzi işlərin təxirə salınmasına səbəb olarsa, maneələri daha qəti şəkildə dəf etməyə çalışın. Oğlaq, hansısa işə başlamaq, hansısa layihəni reallaşdırmaq istəyirsinizsə tələsməyin. Planlarınızda yeniliklər ola bilər. Yaxın gələcəklə bağlı perspektivlər hələ də tam formalaşmayıb. Kənardan istənilən reaksiya sizi yolunuzdan saptıraraq fərqli istiqamət seçməyə təşviq etməsin. Bolça, şəriklərinizlə münasibətlərdə qəfil dəyişikliklər istisna deyil. Mübahisələr, iradlar və tənqidlər qaçılmazdır. Hadisələrin ciddiliyi bir qədər əvvəl formalaşmış şərtlərdən asılıdır. Hər şeyi ürəyinizə salmayın. Qaranlıq məqamlara aydınlıq gətirməyə məcbur deyilsiniz. Balıqlar, günün ilk yarısından etibarən daha fəal olmalısınız. Problemlərin həllini təxirə salmayın. Aramla çalışın, təmkinli davranın. Tərəfdaşların təkliflərini, iradlarını və istəklərini nəzərə alın. Onları qayğılandıran məqamları qulaq ardına vurmayın. Bir işi yarımçıq qoyub başqasına başlamaq olmaz.